Deməli uşaqlar, Türkiyə və Azərbaycan birliyi, ordumuz burdadır və Rusiya ilə əlaqələrimizi korlamışam. İndi nə edirik? Rusiyanın ittifaqı Romaniyaymış. Bəli, Rusiyaya savaş elan edirik. Bəli, hücum başladı. Görək nə olur? Vəziyyət necə gedir? O yüzden nə qədər çox maşallah, çox ordum var konkret. Rus ordusu ilə ilk harda vuruşacaq? İlk burada vuruşduq. Allah. Yazıq ordunu peşman elədik özümün. Buna bax, bu hücuma qalxmışıq burdan. Allah. Romaniya ordusu gəlib. Romaniya ordusunu burada bunlar qarşılayır. Bəs eləyəcək bu ordum Romaniyaya? Bilmirəm. Romaniyaya köməyə gəlir, bəli. Aşağı cəbhəyə köməyə gəlir. Buradan ordumuz, burada Rusiya ərazisində 3K ordum var. Ona baxmıram. Burada Romaniya ərazisinə baxaq. Romaniya ilə vuruşmamıza baxaq. Burada biz qalib gəlirik təbii ki. Baxın, biz qalib gələcəyik. Burada püskürtdük Romaniyanı. Super. Burada da qalib gələcəyik. Bir dənə sürətini artıraq. Burada da püskürtdük. Buradakı ordum Romaniyanın bir dənə göstəriş verdi ki, ağıllı ol deməyə gəlmişdi. Deməli, əsas ordum hardadır? Rusiyanın torpaqlarını işğal edirik. Bəli. Vəsiyo. Rusiya 72% kuşatmanın sonu mərhəmət göstərir təbii ki. Biz vicdanlıyıq.